Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Bu videomda sizlərlə cemli içli ilə klassik rulet resepti bölüşürəm. Keçirəm hazırlama qaydasına. 5 ədəd yumurtanın üzərinə 1 çimdik duz töküb mikserlə biraz köpürənə qədər qarışdırıb, üzərinə yarım stəkan şəkər tozu əlavə edib, ağarıb həcmi artana qədər qarışdırıram. Sonra üzərinə yarım stəkan duru yağ əlavə edib, biraz qarışdırıb dayandırıram. 1 stəkan un, 1 ədəd qabartma tozu, 1 ədəd şəkərli vanili içərisinə ələyib, spatula ilə aşağıdan yuxarıya doğru yavaşca qarışdırıram ki, havası sönməsin. Yağlı kağız sərdiyim soba listinin içərisinə töküb bərabər şəkildə yayıram, 170 dərəcə qızdırdığım sobaya qoyuram bişməyə. Nəzarətlə bişirin, çox qurutmayın. Üzəri qızardıqdan sonra sobanı açıb çöplə yoxlayın. Çöp təmiz çıxırsa demək ki bişib. Bişdikdən sonra götürüb isti-isti gördüyünüz bu şəkildə dəsmala bükürəm. Sona qalan hissəsini isə bu şəkildə kəsirəm. 10 dəqiqə belə gözlətdikdən sonra açıram. Mən içərisinə ərik cemindən istifadə etdim. Siz istəsəniz fərqli cemlər və yaxud da kremlərdən də istifadə edə bilərsiniz. Cemi hər tərəfinə yaydıqdan sonra büküb, yenidən dəsmala büküb, tam soyuyana qədər yarım saat soyuducuda gözlədirəm. Servis edəcəyim zaman üzərinə şəkər pudrası səpdim, siz istəsəniz etməyə də bilərsiniz. Çox asan, çox da dadlı şirniyyat alınır. Buyurun siz də hazırlayın, nuş olsun. Yeni video reseptlərdə görüşmək üzrə inşallah. Sağ olun, sağlıqla qalın.